Gəncədə bıçaqlanaraq xəstəxanaya yerləşdirilmiş Göygöl rayon sakini xəstəxanada vəfat edib. Doğru Xəbər Azərbaycan bildirir ki, 1989-cu il təvəllüdlü Rəşad Əmrahov Gəncədəki xəstəxanalardan birinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin harada və hansı şəraitdə baş verdiyi hələlik məlum deyil, baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparılır. Şəki rayonu Baş Zəyzid kəndində fərdi yaşayış evində partlayış olub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal Nazirliyin müvafiq qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 180 kvadrat metr olan fərdi yaşayış evində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış nəticəsində evə ziyan dəyib, xəsarət alan olmayıb. Nazirliyin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb, hadisə ilə əlaqədar aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır. Dünən saat 15 radələrində Abşeron rayonunda yanğın olub. Hadisə 1979-cu il təvəllüdlü Nigar Eldarovna Eminbəylinin yaşadığı Masazır qəsəbəsindəki ümumi sahəsi 40 kvadrat metr olan evdə baş verib. Yanğın söndürüldükdən sonra evdən Eminbəylinin yanmış meyidi tapılıb. Bildirilir ki, Nigar Eminbəyli 16 yaşında olarkən, yəni 1995-ci ildə metronun Ulduz stansiyasında çoxsaylı insan itkisi ilə nəticələnən dəhşətli yanğında da xəsarət almışdı. Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Yanvarın 22-si saat 02 radələrində 1966-cı il təvəllüdlü Vüqar Qulam Həsənoğlu Məmmədov yaşadığı Binəqədi qəsəbəsi Cəfər Cabbarlı küçəsindəki evdə antibiotikdən şoka düşərək ölüb. Belə ki, səhhətində problem yarandığından ona ailə üzvü tərəfindən antibiotik iynəsi vurulub. Bu zaman Məmmədovun halı daha da pisləşib və o dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Vətən müharibəsi şəhidi Veys İsmayılovun atası vəfat edib. Şəhidin atası Əflatun İsmayılov xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, 1996-cı il təvəllüdlü Veys İsmayılov 2020-ci il oktyabrın 13-ü Suqovuşan istiqamətində gedən döyüşlərdə ayağından qəlpə yarası alıb və qan itirmədən şəhid olub. Onun nəşi 35 gün sonra tapılaraq noyabrın 17-si Bakıda torpağa tapşırılıb. Allah rəhmət eləsin.